Böyük səhabə Abdullah ibn Məsuddan, Allah ondan razı olsun, möhtəşəm nəsihətlər. Şərab hər günahın köküdür. Qadınlar şeytanın torlarıdır. Gənclik ağılsızlığın budaqlarındandır. Ən pis qazanc sələm, faiz qazancıdır. Ən pis yemək yetimin malını yeməkdir. Xoşbəxt başqasının başına gələndən ibrət alan kəsdir. Bədbəxt anasının bətnində bədbəxt yazılan kəsdir. İnsana ruhunun razı olduğu qədər kifayətdir. Hər kəs sonda 4 qulaclıq qəbirdə uzanacaq. Ən xeyirli əməllər gecikdirilməyən əməllərdir. Əməllərin dəyəri onların sonundadır. Ən pis rəvayətlər yalan rəvayətlərdir. İnsanlar arasında elələri var ki, cümə namazına yalnız axırda gəlir və Allahı az zikr edirlər. Ən böyük günah yalançı dildir. Ən böyük zənginlik qəlb zənginliyidir. Ən yaxşı azuqə təqvadır. Hikmətin zirvəsi Allah qorxusudur. Qəlbə qoyulan ən xeyirli şey yəqindir, qəti iman. Şübhə küfürdəndir. Ölən üzərinə ağı demək cahiliyyə əməllərindəndir. Qənimətdən oğurlamaq cəhənnəm kömürüdür. Zəkatı verilməyən mal od nişanəsidir. Şeirdə ifrata varmaq şeytanın tütəyidir.